بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا محمد وأهل بيته الطاهرين ولعنة الله على أعدائه أعداء الله إلى لقاء الله. أما بعد، اللهم وفقنا لما تحب وترضى. Bugünkü İslam tarixi dərsində keçən dərsin xülasaları təkrarı ilə tanış oluruq. O da bundan ibarətdir ki, keçən dərsdə tarixin tərifi, mövzusu, ədəd və faydası, ondan sonra İslam Peyğəmbərinin əcdadları, atasının ailə qurması, necə dünyasının dəyişməsi barəsində qısa məlumat. Amma bugünkü bəhsimiz İslam Peyğəmbərinin təvəllüdü, dünyaya gəlişi və dünyaya gələn zaman baş verən hadisələr. İslam Peyğəmbəri miladi tarixi ilə 571-ci il Rəbiül Əvvəl ayının 17-si cümə günündə dünyaya göz açır. Mümkündür müsəlmanlarda cümə günü xüsusi bayram günü qeyd olması bir səbəblərindən də bu olsun. Amma İslam Peyğəmbəri elə ki, dünyaya göz açarkən neçə dənə hadisə baş verir ki, bəzi tarix kitablarında qeyd olunur. Hətta dünya tarix kitablarında. Onlardan biri budur ki, Məkkədə, Kəbədə içində olan bütlər dünyanın boş deyilən halda həmin Rəbiül Əvvəl ayı 17-si cümə günü 571-ci il sübh yerlərindən düşür, yıxılırlar yerə, sınırlar. Bütün bu bütpərəstlərin Allahları sınır. Və aləm deyil bir-birinə düşürlər təzə Allah düzətməyə və yeni Allahlarını icad edir. İkinci mühüm hadisələrindən biri Mədaindəki İran şahının sarayının, eyvanının 14 dənə sütunu çökür. Burada da nə məsələdir bu 14 dənə Allahın hikmətidir. Özü də bu Mədahində olan saray ən möhtəşəm saraylardan olur. Həmin gün bu 14 dənə sütunu çökür. İranın Sabə məntəqəsi var, Tehran bu yaxınlığında bir məntəqədir, rayondur. Sabə məntəqəsində bir dənə göl var. O göl, o zamanın cəmaatı orada onu Allah bilirdilər. O gölə sitayiş edirlər. Həmin gün göl öz-özünə bu qurğuruyur. Səhər dururlar, Allah yoxa çıxır. Orada idisinlə su verəcəklər ki, Allah gəlsin, alınır. İranın indiki Fars deyilən, yəni Şiraz məntəqəsində atəşpərəstlərin, indi deyil orada var atəşpərəstlik. Xüsusi o məbədlərinin içində min illərlə yanan od, o qaz ki, yerin altından çıxırdı, o qazdır, o həmin gün sönür. Hə ocaq qalırlar, hə neyinirlər, o Allahı qeytirə bilmirlər yerlərini. Allahları bir balaca nadirlik edir. Yəni, həmin gün qeydə alınan hadisələr budur. Mümkündür, qeydə alınmayan o qədər də hadisələr olur. Bu 4 dənə mühüm hadisədir ki, qeydə alınır. İslam Peyğəmbəri dünyaya gəlməmişdən də öncə, dedi ki, bir neçə ay öncə atası Abdullah dünyasının dəyişir. Həzrəti babası Abdülmütəllib həm
Həzrətin anası Aminəni həm Həzrət Rəsul ki, dünyaya gələndə Həzrətin özünü sərpərəstlik getirir, öhdədarlığa getirir, onları himayə edəsinə getirir. Və bəzi tarixi mənbələrdə qeyd olunur ki, özü kimi mümin bir insan idi, Həzrəti İbrahimin dininə etiqadı var idi, bilirdi ki, onun nəslində bir nəfər Peyğəmbər dünyaya gələcək və yetim halda. İstəyirdi ki, o Peyğəmbərin xidmət eləmək şərəfinə nail olsun. Bəzi tarixi mənbələrimizdə var, Həzrəti Aminə Həzrəti Rəsulun anasından ki, xanım buyurub ki, mən Həzrətə hamilə olarkən mənə belə bir ilham oldu. Sən bu ümmətə axirət zaman bəşəriyyətinə rəhbər olacaq, lider olacaq, ağa olacaq bir insana hamilə olan anasan. Bu deyil, bu mənə çox böyük bir sevinc verdi, bu ilham. Və elə ki, Həzrəti Rəsul dünyaya gəldi, babasını səslədi, uşağı babasına təqdim elədi. Abdülmüttəlib Həzrəti Rəsulu alıb, birbaşa Kəbəyə tərəf getdi. Kəbənin içinə daxil oldu, tarix kitablarda var. Orada Allah'a şükür elədi, Allahla razı niyaz elədi, Allahdan təşəkkür elədi ki, belə bir gözəl neməti ona əta elədi. Və onlar da başa düşürdülər ki, əlamətlərindən biri bu idi ki, Peyğəmbərlik nişanələri burada görsənir. Həzrəti Rəsulun adlarına gəldikdə ona 2 dənə ad, həm babası Muhammed sallallahu aleyhi və səlləm adını, anası Əhməd adını Allahu sallallahu aleyhi seçirlər. Və bir rivayət var, bir Yəhudi gəlir, sual eləyir İslam Peyğəmbərinin özündən ki, niyə sənin 4 dənə adın var? Muhammed, Allahümme salli ala Muhammed və ali Muhammed və ancil fərəcəhum. Əhməd, Allahümme salli ala Muhammed və ali Muhammed və ancil fərəcəhum. Bəşir və Nəzir. Zahir bu 2 dənə sifətdir, nəinki ad. Yahudi sual verir, Həzrət cavab verir. Həzrət buyurur ki, mənim adım Muhammed, Allahümme salli ala Muhammed və ali Muhammed. Ona görədir ki, yerdə olanların mən istəklərini qazanmışam. Yer əhlinin istəklərini qazanmışam. Əhməd adım, Allahümme salli ala Muhammed və ali Muhammed. Ona görədir ki, göydə daha çox məhəbbət qazanmışam. Daha çox istənilən və əzizlənənəm. Göy əhli yanında yer əhlindən daha çox. O bəşirəm ona görə ki, Allahın məxluqatın, bəndələrin, Allahın rəhməti ilə, behişti ilə müjdəliyirəm. Nəzirəm ona görə ki, günahkarları cəhənnəm odu ilə çəkindir. Və İmam Həsən əleyhissalam bir gün
öz zamanəsinin qiyafəşünas birinə sual verir cəmaatın yanında. O ağa özü bilirdi. Fəqət cəmaata eşitdirmək istəyirdi ki, bu sizin qəbul edədiyiniz adam o Peyğəmbəri huzur vəsf edir. Adı Hind bin Əbi Halə. Hind bin Əbi Halədən soruşur ki, Həzrəti Rəsul barəsində rəyin nədir, fikri nədir? Başlayır Həzrəti Rəsuldakı xüsusiyyətləri, onun vücudunda olan xüsusiyyətləri açıqlayır. Buyurur, onun qaşları dolu idi, amma kamana bənzədir və ortasında iki qaş arası birləşməzdir. Onun bədənindəki nübüvvət xalına, onun dişlərinin ağ və azacıq seyrək olmasına, onun ağ, yalnız insan, tam ağ olmayıb, amma ağ, yalnız bir insan olmasına və ilə axır gözünün qarasının daha şiddətli qaraya olmasına və ilə axır yəni qaməti ta hər bir şeyinə işarə vurur. Bütün gözəllik insanın zahirdə olan gözəllik xüsusiyyətləri bunda olur. Və bu qiyafəşünas da bunu bir vəsf edir. Məlum olur ki, Həzrəti Rəsul dünyaya Allah onu hər iki cəhətdən kamil şəkildə. Burada bir cümlə dedim, onun ilə cümləm sonra sual ola bilər ki, Allah onu o cür yaradır. Cavabıdır, Allah yaradanı hamını yaradır, amma səbəblərin onun atası, anası, hər bir şeylərə riayət etdiklərinə görə dəqiq hər bir şeydə o həm zahir, həm batın bu cür ali səviyyədə olur. Və özü də öz daxilindən gələn o istəklərlə özünü o məqam sahibi olmağa təsdiq etdirir. Bugün biz Həzrəti Rəsulun dünyaya gəlmə tarixi ilə tanış olduq. Onun dünyaya gələrkən kainatda həmin gün baş verən hadisələrlə onun himayədarı kim olur, necə dünyaya gəlir, adları, ad qoyulma məsələsi və onun qiyafəsi barəsindəki İmam Həsən ağadan olan qısa hədislə tanış olduq. Elə bilin, bu qədər bugünkü bəhs kifayət edər. Esselamu aleykum və rəhmətullah və bərəkatuh. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammedin və əhl-i beytihə tahir.